Hər vaxtınız xeyir əziz döyüş həvəskarları, nokaut verilişi növbəti buraxılışı ilə efirdədir. Bu buraxılışımızda da xüsusilə MMA-də də fəndlərindən əsas istifadə olunan karate idman növündən danışacağıq. Dünya və Avropa çempionları qonağımızdır. Bir sözlə diqqətiniz bizdə olsun. Salam qardaşlar. Salam aleyküm. Yəqin ki, yorulmamısınız. Çünki qabaqda fəndlərimiz olacaq. Qonaqlarımız az əvvəl də bildirdiyim kimi Dünya və Avropa çempionları karatedən Rafiz Həsənov və Samir Məmmədovdur. Ola bilər bizi izləyənlər, izləyicilərimiz, valideynlər özləri, övladlarını yazdırmaq istəyərlər və karatedən tam olaraq yəni adını eşidiblər, amma fəndlərlə tanış deyirlər. Bəlkə elə məşq əsnasında elə gəlmişkən, elə mənim üzərimdə, amma döyməmək şərti ilə. Olar, problem yoxdur. Bir neçə fənd göstərək, amma bundan əvvəl mən istərdim ki, əynimi dəyişim. Bəli, artıq formamı da geyindim, tam hazıram və məşq eləyə bilərik. Rafiz, Məncə birinci kəmərdən başlamaq. birinci nədən başlayaq? Bu qardaşım karate də yox, bantik də yox. Bantik şəməri. Kömək elə də, kömək elə qardaş. Mən ilk dəfədir bu formanı geyinmişəm əynimə açığı. Kəmər bağlama formasında izləyicilərimizə yeri gəlmişkən elə Rafiz müəllim izah eləsin. Bizə saniyə. Aha, düzdür. İndi məşqə başlayaq. İndi məşq eləyə bilərik. İndi pollu məşqə başlaya bilərsən. Bantikdən canımı qurtardın. Yəni buna görə yəqin ki, məni birazdan cəzalandırmayacaqsınız. Yox, hər şey yəni döyməyəcəksiniz. Hər şey qaydasındadır. Maşallah kimono da yaraşıb sənə. Sən karateyə get bundan sonra. Rafiz, ümumiyyətlə məşq prosesində təzə gələnlər, yeni gələnlər daha doğrusu, yəni hansı məşqləri verirsiniz və indi irəliləyən dəqiqələrdə əsas fəndlərə keçməzdən əvvəl yəqin ki, bir proses var ki, karateçilər o prosesdən keçirlər. Deməli, təzə gələn uşaqlar, ümumiyyətcə karateyə təzə gələn uşaqlar, yəni necə ki, bir binanın bünövrəsi qoyulmamış, o bina tikilməz. Karatedə də Kihon baza deyilən bir bünövrə var. Yəni bunu karateyə ilk gələn uşağa bunu öyrətməlisən. Əsasən də ayaq zərbələrindən istifadə olunduğuna görə, məsələn, ola bilər ki, yeni gələnlərdə ayaq tam açılmasın. Onun üçün ümumiyyətlə hansısa bir prosesdən Bəli, onun üçün isinmə hərəkətləri daha çox olunur və şpaqat açılır. Həftədə məsələn 3 dəfə uşaq məşq eləyirsə, həftənin o 3 dəfəsinə əlavə o evdə də məşq eləməlidir ki, bu şpaqatı rahat aça bilsin də. Yəni bu gün sənə biraz çətin olar şpaqat açmaq. Amma yəni uşaqların əzələləri, damarları biraz yumşaq olduğuna görə uşaqlar daha tez açırlar. Və elə söz və qüvvət, xüsusilə də yəni bu idman növündə indi bəzi hərəkətlər var ki, heç mənim məlumatım yox idi açığı. Biz elə çəkilişdən əvvəl Rafiz müəllim özü bildirdi ki, yəni müəyyən hərəkətlər var ki, həm özünü müdafiə üçün, təbii ki, burada yəni əsas məqsədimiz sağlamlığı təşviq etməkdir, yəni gənclərimizi sağlam həyat tərzinə yönləndirməkdir və eyni zamanda həyatdır, xoşagəlməz hadisələr də ola bilər və belə məqamlarda yəni özünü müdafiə etmək üçün müəyyən baza biliklərinə sahib olmaq da çox önəmlidir. Elə bilmək olmaz, göstərəcəyimiz hərəkətlər kiminsə xoşuna gələ bilər, elə məşqə gəlib yazıla bilər. Bəli. Məncə başlaya bilərik. Başlayaq, problem yox. Xüsusilə də bir fənd var, heç mən bunu bilmirdim açığı. Ayaqdan vurmaq və judoda da. Bəli, judoda da var o. Yəni bizim karate dilində ona ashibarai deyilir. Onu tam olaraq yəni ayağın burasından vurmaq lazımdır. Bəli, oradan da üsulu vurmaq. necədir ümumiyyətlə? Ümumiyyətcə onun üsulu elə bir ki, ayaq. Mən bax belə tam olaraq Məsələn, sən döyüş vəziyyətində dayanırsan. Döyüş vəziyyətində bəzən baxırsan rəqibin balansı necədir, duruşuna. Məsələn, göydə olan vaxtı bunu aparanda daha rahat aparırsan. Amma məsələn, elə rəqib var ki, deyək ki, stoykaya çox oturur. Görürsən ki, bu stoykaya çox oturub. Udarı atmaq istəyəndə, məsələn, həmən moment bunun ayağına bir dənə belə vurdun, özü yıxılır. Hə, amma belə, məsələn, bizdə bu clinch vəziyyəti deyilir. Bu vəziyyətə düşəndə, məsələn, Shotokan növündə 2 əllə də brasok var, yıxma fəndi var və keyfdə amma 1 əllə. Məsələn, mən səni tutmuşamsa, 1 əllə buradan belə yıxa bilirəm səni və udar vururam. Bu vəziyyətdə mən inanmıram ki, yəni bir də kimsə sizə yaxın gəlsin. Bu fəndi yoxlayın. Karateçilərdə görmüşəm.
belə vurur. Bilmirəm düz atdım yoxsa yox. Məsələn, belə. Aha. Bir də belələri də var deyəsən. Yoxsa bir bəlkə kinolarda olur. Deməli, biz Samir müəllimlə göstərək bunu. Bizdə bizdə o sən dediyin mavaşi deyiləndir. Vurursan ayağın üstü ilə. Yəni belə yox, ayağın üstü ilə atılır. Və yandan. Və bir də ura var. Bunu da ayağın içi ilə vurursan başa. Sən göstərdin sifətin burasına, ayağının altı ilə, həmçinin də burasına. Deməli, Conor McGregor daha çox istifadə edir. MMA-də ən çox istifadə olunan zərbələrdən biri mavaşidir. Ən çox onu arxa ayaqla vururlar rəqibə. Götürürlər belə vururlar bərk. Və bir də ən çox vurulanlardan da maya ceridir, yoka ceridir. Bunlar vurulur rəqibin qarın hissəsinə. Arxa əllə başa da vura bilirsən, bədənə də vura bilirsən. Hər ikisində, məsələn, rəqib mənim üstümə atak eləyir, mən onu qarşıladımsa, necə ki, boksda qarşılayırsan, ya MMA-də McGregor qarşıladığı kimi. McGregor yəqin ki, onu karatedən götürüb. Yəni o gələndə mən bunu qarşıladımsa, Şotokanda təmiz qələbədir. Xüsusilə də Rafael Ağayev kombat karatedə döyüşəndə, yəni açığı heç o vaxta qədər bəzi kütlədə ümumiyyətlə anlayış yox idi ki, yəni reallığı desək ki, yəni ümumiyyətlə karatenin bu növü də var. Amma mən ondan sonra girdim, araşdırdım, elədim. Orada maraqlı fəndlər az əvvəl Samir müəllim özü də dedi ki, baxmayaraq ki, ümumiyyətlə kombat karatedə hazırda yəni MMA döyüşçülər də döyüşürlər, mübarizə aparırlar. Eyni zamanda yəni Bellatordan gələnlər var. Yəni bazıları Muay Thai, kickboks və yaxud güləş olanlar da gəlib orada mübarizə aparırlar. Amma hər halda ümumi götürəndə yəni karate yarışıdır və maraqlı fəndlər orada mən gördüm. Sən az əvvəl bildirdin ki, Rafiq, məsələn, biz əsasən samboda görmüşük və yaxud nə bilim judoda görmüşük. Bəli. Tutub rəqibi atmaq. Bəli. O var. Rafael orada o Bellatordan olan bir rəqibdən kəmərdən qabaqçı döyüşündə də o çox uzun rəqib idi. Ona bu fənn elədi. Məsələn, o rəqib ona ayaq atanda əyildi, brasok elədi başının üstünə. Əyilmə yıxdı, fənd elədi ona. Onu orada yerdə vurur. Yəni bizim karatedə bütün fənlər var. Xüsusilə də yəni UFC-də çox görmüşəm. Ayağın burasına, yəni dizin burasına zərbə vurulur. İndi bilmirəm, onu hətta bir ara söz-söhbət gəzirdi ki, ümumiyyətlə ləğv eləmək lazımdır, ləğv eləyəcəklər. Amma hələ ki qalır, qaydalarda var bu. O çox zədə gətirə bilir, ona görə. Yəni hətta idmançıların demək olar ki, yəni karyerası da məhv ola bilər. Bəli. Həmin o travmalar çox gətirə bilər, bizim bağlar qırıla bilər və s. Yəni o karyerasını ümumiyyətcə dayandırə bilər idmançının. Boksyorlar udarı atır, buraxır da, yəni var gücü ilə. Amma biz var gücü ilə zərbəni gətirib qaytarırıq. Sırf dəyməyə görə xal verilir, yoxsa? Yox, bizdə məsələn Şotokan növündə yəqin ki, yadınızdadır. Mən axırıncı Avropa çempionatına qaydanda gözüm nə boydaydı. Yəni bizdə vurmaq, orada Şotokanda vurmasan xal yoxdur. Məsələn, mən gətirib bunu burada qaytarsam, buna xal verməyəcəklər. Əl gəlib çatmasa. Çatmasa, məsələn. Kontakt olmalıdır. Bəli, kontakt olmalıdır. Yəni karatistlərin də ən çox istifadə elədiyi, yəni əl zərbələri, yəni bunu bayaq demək istirdim, vurğulamaq istirdim. Ümumiyyətcə mənim üçün yəni professional idmançılar üçün karate idman növü ən böyük hissiyatı verir. Çünki yəni karateyə gəlmək çətindir, amma karatedən hansı bir idmana getmək çox asandır. Çünki karate hissiyatı çox güclüdür. Digər hansı fəndlərdə xal verilir? Qarına vursaz, nəfəsi belə deyək, həmin idmançının getsə təmiz qələbə. Təmiz qələbədir Şotokanda. Məsələn, o rəqib mənim Boksda da var o. Hə, var. Amma bizdə qabaq əllə yoxdur, arxa əllə vurulur. 3-4 dənə əsas istifadə olunan fəndləri göstərək. Elə bölüşdürək istəyirsən, elə ikisini Samir müəllimin üzərində, ikisini mənim üzərimdə. Olar. Siz vurğuladığınız kimi deyilən maygeri düz zərbədir və o çox ağır bir zərbədir, qabırğaları nahiyəyə vurulur. Ona görə hər bir insan, yəni karateye təzə başlayan belə bununla başlayır. Həm də öyrənməsi bir qədər asan. Siz yəni diz, əsas dizi qaldırırsınız. Hansısa yarışdaydı, yadıma düşür, bizim qardaşımız Tofiq Musayev də o hansısa bir döyüşdə qabırğası zədələnir. Hə, onun da əminli o mayegeri zərbəsindən sonra onun qabırğasında zədə var idi əvvəldən. Yenidən də zədələnir. Yəni döyüşü saxladı. Bəli, yəni bu çox ağır zərbədir həqiqətən də. Dizinizi qaldırasınız və vuranda barmaqla vurmayın. Barmaqla vurulmur. Siz özünüz zədələnəsiniz. Diqqət Ona edin. görə buna deyirlər bizdə Koşi deyilir və orayla vurulur və bu pəncə hissəsi dəyir bura. Yəni o bərk olmalıdır. Növbəti fəndimiz hansıdır? Özünü müdafiə eləmək üçün, yəni böyük ehtimal ayaqlardan istifadə olunur. Məsələn, mən
ən çox istifadə elədiyim arxa ayaq zərbəmdir. Düzdür, küçədə davanı sevmirəm, heç kimə də Təbii ki, tövsiyə buradan da eləmirəm. yeri gəlmişkən Bəli. gənclərimizə, gənclərimizə, yəni deyirik ki, problemdən, söz-söhbətdən maksimum uzaq olsunlar. Yox, və indi hərəkətlərimiz də, fəndlərimiz də özünü müdafiə üçündür. Çünki bu həyatdır. yəni hamının heç kim yəni heç səndən hər kəs- sorğalanmıyor. Bəli. Yəni kimsə o qədər indi bugünkü mərdimazar var da, yəni gəlir adama. Yəni mən şəxsən ən çox istifadə elədiyim zərbə məsələn özümü müdafiə üçün, məsələn kimsə mənə nəsə ador atmaq üçün mən çıxıb onu arxa ayaq zərbə ilə vura bilirəm də. Yəni mən onu çox özümü müdafiə edə bilirəm və hücumda da eləyə bilərəm onu və çıxa-çıxa da eləyə bilərəm. Ən çox vurduğum zərbə yəni budur. Arxa ayaq zərbə. Mən Yəni bu da yoxlaya bilərəm aslında. bəli, yoxlayarsınız amma ayağın üstü ilə. Çalışırıq ayağın üstü ilə, bəli. Dizi qaldırırıq, arxa ayaq dizi qaldırırıq, birinci diz qalxır, ondan sonra açırıq, vururuq. Ona görə nə lazımdır? Şpaqat lazımdır. Şpaqat açmaq lazımdır. Yoxlayırıq, bax. Hoppa. Bir dənə əlimdən tut, indi rahat vur. Hoppa, ay sağ ol. Hoppa. Arada qaldırır. Bədən gəlməməlidir. Çünki bədən gələrsə rəqib bizi qarşılaya bilər. Bu şəkildə. Bəli, yerdəki ayaq fırlanmalıdır. Yerdəki ayaq 45 dərəcə fırlanmalıdır. Bəli, bəli. Bəli. Üçüncü dəfədən biz az əvvəl göstərdik ayaqla yıxmaq, Bəli, eyni başı zamanda bara. tutub atmaq. O fəndi mümkündürmü göstərə bilik? Məsələn, rəqib mənə hücum eləyən vaxtı, üstümə gələn vaxtı mən gəlib bunu rahat apara bilirəm. Təkcə karatəyə gəlməklə, əziz izləyicilər, yəni həm təpi atmağı öyrənəcəksiniz, eyni zamanda digər idman növlərindən, yəni anlayışınız olacaq. Az əvvəl Rafiz müəllim də bildirdiyi kimi, yəni bu idman növündən, yəni baza karatə olandan sonra digər idman növlərinə keçid eləmək elə də yəni çətin olmur, sizin üçün rahat olur. Məncə məşq prosesi artıq yetər. Çünki biraz da davam eləsək, mən fikirləşirəm ki, artıq evə gedib çıxa bilən deyiləm. Zədələrimiz baş verəcək. Amma çox maraqlı idi Rafiz müəllim. Çox sağ olun, Mən istərdim ki, bir qədər minnətdaram. keçək. Sizin karyeranızdan qarşıda hansı planlar var, onlardan danışın. Tamam. Azərbaycanlı karateçi, ölkəmizi dəfələrlə beynəlxalq arenalarda uğurla təmsil edən Rafiz Həsənov 1989-cu ildə Ağdam rayonunda anadan olub. Uşaqlıqdan karatəyə böyük həvəs göstərən Həsənov erkən yaşlarından yerli çempionatlarda yüksək nəticələr göstərib. Rafiz Həsənov Shotokan növü üzrə müxtəlif illərdə Avropa və dünya çempionu titullarını qazanıb. O həmçinin İslam həmrəyliyi oyunlarının qalibi, Avropa çempionu və 2013-cü ildə Tumendə keçirilən Premyer Liqada 67 kiloqram çəki dərəcəsində çempionluqlar yaşayıb. 2020-ci ildə Avstriyada keçirilən Karate 1 Premyer Liqa turnirində 67 kiloqram çəki dərəcəsində çıxış edərək qızıl medal qazanıb. Həsənov Karate 1 liqası yarışlarında 2 dəfə çempion olub və dəfələrlə medal qazanıb. Hazırda idmançı karyerasını davam etdirən Rafiz Həsənov Azərbaycan Karate Do Federasiyasının prezidenti Arif Məmmədovun rəhbərliyi altında hazırlıqlarını davam etdirir. Məşqimizi elədik, müəyyən fəndlərlə tanış olduq və indi isə artıq gəlib biz çatdıq söhbət ərəfəsinə. Çünki Rafizin bir karyera yolu var. Necə başlayıb karatəyə, hal-hazırda karyerası hansı ərəfələrdədir? Avropa çempionu olmuşam, çox şükür. Düzdür, biraz zədələnmişdim, gözümdə, ayağımda zədələnmişdi. Amma şükür, hər şey qaydasındadır, məşqlərimizə başlamışam. Ciddi zədədən qayıtdın. Ayağında müəyyən... Bəli, ayağım qırılmışdı. Ayağım qırılandan sonra demək olar ki, 6 ay. Bərpa prosesi necə keçdi? Bərpa prosesi, yox, hər idmançının bərpa prosesi çətin olur əslində. Çünki professional idmançı böyük zədələr olanda, necə deyim, əziyyət çəkir. Yəni idmana qayıda bilmir, çəki söhbəti olur. Yəni bildiyiniz kimi məndə həmişə çəki problemim olub da. Yəni ömür boyu demək olar ki, dünyada karate üzrə, dünyada məndən çox çəki salan olmayıb. Ümumiyyətlə karatəyə sənin tanışdığın necə olub? Bruce Lee, Jackson, Van Damme baxıb gəlmişik karatəyə. Demək olar ki, Van Damme kinolarına baxıb stolların üstündə şpaqat asırdım o vaxtda, uşaq vaxtından çox həvəsli idim həqiqətən. Yəni o həvəsin sayəsində də, yəni insan həqiqətən də bir nəyəsə, necə deyim, məqsəd qoyanda, həvəsli olanda, yəni onu
nail Gəlib bu olur da, yerlərə nəsə çıxa gəlib bu yerlərə çıxa bilir. Hal-hazırda sən Karate Federasiyası adından ümumiyyətlə döyüşlərə çıxırsan, yoxsa VKF var təşkilatçılıq olaraq və Shotokan var. Mən bu hal-hazırda Shotokandayam, yəni VKF-dən uzaqlaşmışam. Yəni VKF-də necə deyim, yarışlar reytinqlə olduğuna görə mən ayağım qırıldı, reytinqdən çıxdım. Yəni bizdə də bugünkü gün nə yalan deyim, azınacaqlıdır vəziyyət karatedə. Hal-hazırda VKF-lə davam eləmirsən və orayla yollar ayrılır. Orayla bəli, yollar ayrılıb. Birinci səbəbim reytinqlə olduğuna görədir yarışlar. Məsələn, hansı ki bu il dünya çempionatı var. Dünya çempionatına 12-lik daxildir. Yəni bizdə maksimum Azərbaycandan, yəni elə bir vəziyyətdəyik ki, bugün maksimum 2 nəfər vuruşa biləcək ya yox dünya çempionatı. Yəni əvvəllər biz bütün sastav gedərdik dünya çempionatına, amma indi reytinqə görə reytinqin vəziyyətinə uyğun olaraq maksimum 1 ya 2 nəfər düşə biləcək ya yox. Hələ onlar da sual altındadır. Yəni bu şeylərə görə birinci, yəni öz karyeramı orada VKF-də bitirdim və bəzi durumlar oldu ki, hansı ki bizim necə deyim, yəni baxılmır karateyə həqiqətən bugünkü gündə. Heç bir vəziyyət həqiqətən acınacaqlıdır. Düzdür, federasiya rəhbərliyi hardasa nələrsə eləmək istəyir, amma bəzi adamlar var ki, federasiyada, yəni həqiqətən bugünkü gün yəni mənim kimi bəzi idmançılar var ki, hansı ki onlar da karyerasını bitirdilər, amma halbuki bitirməməli idilər. Davam eləməli. Davam eləməli idilər. Yəni onlar hansı ki bayrağımızı qaldırıb, necə deyim, Olimpiyada vuruşan belə idmançı var onların içində, amma onlar bugünkü gün karatedən uzaqlaşıblar. Bəzi hansı ki adamlar var ki, onlar elə bil ki, necə deyim, o adamları uzaqlaşdırdılar karatedən. Elə ona mən də daxiləm. Amma yenə deyirəm, birinci səbəbim reytinq falan böyük yarışlara getməməyimə görə idi. İkinci səbəbim də yəni bu qədər əziyyətin qarşılığında, yəni karatenin bu vəziyyətə düşməyi həqiqətən bizim üçün çox təsir eləyir. Yəni 28 il karate ilə məşğul olasan, amma bugünkü gün qıraqda qalıb, yəni necə deyim, bir qədər təsir eləyir adama. Bir qədər yox, çox yəni, bir igidin ömrüdür. Çox təsir eləyir. Elə karate idman növü, yəni elə bir idman növüdür ki, elə Rafael özü buna nümunədir. Ola bilər ki, Olimpiyadada, yəni karate hal-hazırda çıxarılsın. İspaniyada, Madriddə biz olanda, bayaq sizə dediyim kimi, yol polisi bizi saxlayıb Rafaeldən şəkil çəkdirdi. Yəni bu Azərbaycan idmançısı üçün bir Azərbaycan, yəni insanı olaraq, idmançını qoyaraq, yəni bu bir fəxrdir həqiqətən. Dövlətimiz sağ olsun, prezidentimiz sağ olsun, yəni idmançılara çox qayğısı, dəstəyi olub, həqiqətən də var da, davam eləyir də. Qarşıdan gələn illərdə ola bilərmi ki, məsəl üçün karate yenidən olimpiyadaya əslində düşsün və müəyyən dəyişikliklər olsun? Mən istəyərdim karate olimpiyadaya daxil olsun, yenidən bizə sponsor gəlsin, yenidən hər şey gözəl olsun. Heç mən olmasam da belə. Yəni karate adına sevinərəm də buna. Çünki mən karatedə əziyyətim böyükdür. Bugünkü gün hansısa bir təklif olsa, hansısa bir yaxşı bir razılıq gəlsə, məsələn Rafaellə də belə olsa, yəni mən Rafael kimi idmançı ilə, Rafael kimi canlı əfsanə ilə bir yerdə işləmək mənim üçün böyük fəxr olar. Yəni yenidən o tatamiyaya qayıdıb öz bildiklərimi uşaqlara tövsiyə eləmək mənim üçün böyük fəxr olar. Hər bir idmançı artıq müəyyən mərhələyə çatandan sonra artıq karyerasını bitirir və öz öyrəndiklərini yeni gələn nəsillərə aşılamağa başlayır. Məşqçi olaraq yolda davam etmək fikrin varmı? Həm ola bilər gələcəyə bəlkə federasiyadan müəyyən təklif gələr, orada davam elətdirərsən. Mən məşqçi kimi işləyirdim. Sadəcə olaraq bu ayağım qırılandan sonra biraz dayandırdım. Bəzi incikliklər məni elə bir ki uzaqlaşdırdı. Məni uzaqlaşdırdı, ona görə davam eləmədim. Gələcəkdə nəsə bir təklif olarsa, nəsə bir həqiqətən də normal bir yaxşı bir şey olarsa, mən əlbəttə ki davam eləyərəm. Ümid edirəm ki, nə vaxtsa elə karate özü də olimpiyadaya, yəni qayıdacaq. Eyni zamanda həm sənin vurğuladığın bu məsələlər, problemlər aradan qalxacaq. Təəssüflər olsun ki, biz ayrılan vaxt burada sona çatır. Çox sağ olun. Mən də sizin hamınıza minnətdaram. Bəli, əziz izləyicilər, Knockout verilişinin növbəti buraxılışı da burada sona çatır. Növbəti verilişlərimizdə görüşmək ümidi ilə hələlik.